Koç bürcü, bu gün həqiqətən istirahət edə bilməyəcəksiniz. Çox maraqlı şeylər, ziyarət ediləcək yerlər və görməli insanlar olacaq. Beləliklə, çox məşğul bazar gününə hazırlaşın. Hər şey sizin xeyrinizə olmayacaq. Amma siz mütləq ən vacib məsələləri həll edəcək, məqsədlərinizə çatacaq, planlarınızı həyata keçirəcəksiniz. Hər şeyi özünüz etmək məcburiyyətində olmayacaqsınız. Lakin ən vacib vəzifələr yalnız çiyinlərinizə düşəcək. Ətrafınızdakılar xırda işlərdə məmnuniyyətlə kömək edəcəklər. Onlara təşəkkür etməyi unutmayın. Bu, şübhəsiz ki, münasibətlərinizə fayda verəcək və narazılıq və incikliklərdən qaçmağa kömək edəcək. Qoçlar uzaqda yaşayan dost və qohumlardan xoş xəbərlər ala bilər. Bu işarənin bəzi nümayəndələrinin başqa bir şəhərə səyahət etmək üçün çox xoş bir səbəbi olacaq. Sevdiyiniz insanla münasibətlərinizdə yaxşılaşma ehtimalı var. Əgər əvvəllər tez-tez əhəmiyyətsiz məsələlər ətrafında mübahisə edirsinizsə, bu gün nəinki barışa, həm də bu fikir ayrılıqlarının əsl səbəbini kəşf edə biləcəksiniz. Boğa bürcü, ən sakit gün olmayacaq, amma yenə də kifayət qədər uğurlu olacaq. Kiçik çətinliklər yarana bilər, lakin yaxınlıqda həmişə onlara qalib gəlməyinizə kömək etməyə hazır insanlar olacaq. Çox şey əhvalınızdan asılı olacaq. Ona görə də günə xoş və ruhlandırıcı bir şeylə başlamaq daha yaxşıdır. Unutmayın, xoşbəxt olmaq üçün nə qədər çox səbəb tapsanız, müsbət meyllərin təsiri bir o qədər güclü olacaq. Köhnə tanışlarla ünsiyyət və köhnə əlaqələri yeniləmək üçün yaxşı gündür. Ola bilsin ki, uzun müddət mübahisə etdiyiniz insanla barışa və sizi geridə qoyan kimləri arxada qoya biləsiniz. Xüsusilə son vaxtlar işə çox enerji və səy sərf edən boğa bürcləri üçün romantik münasibətlərdə irəliləyişlər ola bilər. Diqqətinizi ən yaxınlarınıza yönəltmək imkanınız olacaq və bundan həzz alacaqsınız. Maliyyə ilə məşğul olanda daha diqqətli olun. Planlaşdırılmamış xərclər ehtimal olunur. Bəzi xərclər diqqətsizliyə görə olacaq. Tələsik qərarlar qəbul etməməyə çalışın, lazımsız abunələri dərhal ləğv edin və impulsif alışlardan çəkinin. İkizlər bürcü, çox şey gözlədiyinizdən daha yaxşı olacaq. Ulduzlar bir çox cəhdlərinizi asanlıqla dəstəkləyəcək və siz də bəzi məqsədlərə tez və səylə nail olacaqsınız. Yeni tanışlar sizə kömək etməyə hazır ola bilər və bu istər dostluq, istərsə də romantik, uzun, etibarlı bir münasibətin başlanğıcı olacaq. Bazar günü təhsil və üfüqlərinizi genişləndirməyə və maraqlı təcrübələr qazanmağa kömək edən istənilən fəaliyyət üçün münasibdir. Bir çox əkizlər əvvəllər tanış görünən şeylərə təzə nəzər sala və ilham mənbəyi tapa biləcəklər. Bugün yeni bir hobbi ilə məşğul olsanız, bunun sizə uzun müddət müsbət emosiyalar gətirəcəyinə əmin ola bilərsiniz. Maliyyə baxımından da yaxşı gün olacaq. Planlaşdırmaya diqqət yetirə və yaxın gələcəkdə nə qədər və nəyə xərcləməyi planlaşdırdığınızı düşünə bilərsiniz. Siz öz imkanlarınızı dəqiq qiymətləndirə və yerinə yetirilməsi çətin olan lazımsız xərclərdən və öhdəliklərdən qaça biləcəksiniz. Bəzi əkizlər böyük bir alış-veriş üçün, qənaət etmək üçün harada pul yığa biləcəklərini anlayacaqlar. Xərçəng bürcü, yeni tanışlarla dil tapmaq həmişəkindən daha asan olacaq. Kimə güvənə biləcəyinizi və kimdən çəkinməli olduğunuzu dərhal başa düşəcəksiniz. İlk görüş yaxşı keçəcək. Marağın qarşılıqlı olması ehtimalı yüksəkdir və bu ahəngdar romantik münasibətlərin başlanğıcı olacaq. Gün ailə məsələlərinə diqqət yetirəcək və yaxınları ilə daha çox vaxt keçirməyə çalışacaq. Xərçənglər üçün də əlverişli olacaq. Bürcün bu nümayəndələri uzun söhbətlərdən, maraqlı fəaliyyətlərdən, ailə və dostları ilə gəzintilərdən hər tərəfli zövq alacaqlar. Ciddi tapşırıqları və iri miqyaslı layihələri yalnız daha kiçik, çoxdan tələb olunan işlərlə məşğul olduqdan sonra götürün. Beləliklə, diqqətinizi yayındırmaq və yorulmaq ehtimalınız azalacaq. Yetkin xərçənglər bugün öz sağlamlıqlarına daha çox diqqət yetirməlidirlər. Xroniki xəstəliklər yenidən ortaya çıxa bilər. Buna görə də profilaktik tədbirlər görməyə dəyər. Digər xərçənglər də həddindən artıq gərginlikdən çəkinməli və bədənlərinin sərhədlərini sınamaqdan çəkinməlidirlər. Şir bürcü, bir çox çətin cəhdlər üçün əlverişli gündür. Yeni bir şey götürə və ya uzun müddətdir təxirə saldığınız bir işə qayıda bilərsiniz. Hər halda şans sizinlə olacaq. Bir çox şirlər
bu gün başqalarının mübarizə apardığı işləri yerinə yetirməkdə üstün olacaqlar. Həyat təcrübəsi çox faydalı olacaq. Bunun sayəsində bu bürcün nümayəndələri axmaq səhvlərdən qaçacaq. Pis adamların qurduqları tələlərə düşməkdən qaçacaq və məqsədlərinə ən qısa yolu tapacaqlar. Əhəmiyyətli söhbətlər yaxşı keçəcək. Bəzi xoşagəlməz və ya mürəkkəb mövzuları müzakirə etməli olsanız belə, tutarlı arqumentlər və düzgün sözlər tapacaqsınız. Siz gözlənilmədən oponentlərinizin ümumiyyətlə mövqeyinizlə razılaşdıqlarını, yalnız xırda təfərrüatlarda fərqləndiyini aşkar edə bilərsiniz. Beləliklə, tez bir zamanda kompromis əldə oluna bilər. Gün ailə problemlərinin həlli üçün də münasibdir. Mübahisə edənləri barışdıracaq, yaxınlarınıza dil tapmağa kömək edəcəksiniz. Bununla belə, başqalarının rifahı və rahatlığı üçün qayğı göstərərkən, özünüzü unutmamaq vacibdir. İstirahət etmək və dincəlmək üçün vaxt tapın. Əks halda, həddindən artıq iş səbəbindən sağlamlığınız pisləşə bilər. Qız bürcü, bugün nümayiş etdirdiyiniz əzmkarlıq sizə bu yaxınlarda tamamilə qeyri-mümkün görünən şeylərə də nail olmağa imkan verəcək. Bugün həm artıq tanış olan, həm də yeni yaranmış bir çox vacib vəzifələrin həlli üçün əlverişlidir. Hər şeyi özünüz etməli olmayacaqsınız. Köməkçiləriniz olacaq, lakin onlara nə edilməli olduğunu aydın və hərtərəfli izah etməli olacaqsınız. Dərhal başa düşülməsəniz, pıcıqlanmadan bunu sakit və səbirlə etmək vacibdir. Çoxsaylı suallara cavab verməyə hazır olun və komanda işiniz uğur qazandıqda təriflə səxavətli olun. Maliyyə məsələlərini həll edə, alış-veriş edə, əməliyyatlara başlaya bilərsiniz. Ancaq bu, yalnız öz pulunuzu idarə etdiyiniz zaman tətbiq olunur. Bununla belə, vəsait başqasınındırsa və ya borc götürübsə, son dərəcə diqqətli olmalısınız. Çünki səhv ehtimalı yüksəkdir. Həddindən artıq gərginlikdən qaçınmaq vacibdir. Xüsusən də günortadan sonra. Ümumi rifah adi haldan bir qədər pis ola bilər. Həzm sistemi xüsusilə həssas olacağı üçün həddindən artıq yeməkdən qaçınmaq da tövsiyə olunur. Tərəzi bürcü, tamamilə qeyri-adi bir şey götürə bilərsiniz. Çox güman ki, bu cür səylərdə ən böyük uğurunuzu əldə edəcəksiniz. Yaradıcı yanaşma və qeyri-ənənəvi perspektiv tələb edən işlərdə uğur qazanacaqsınız. Son bir neçə gün ərzində əldə etdiyiniz biliklər də faydalı olacaq. Bunun sayəsində tərəzilər yeni situasiyanı tez idarə edə və ya çətin vəziyyətdən çıxış yolu tapa biləcəklər. Çox güman ki, günün erkən saatlarında özünüz hərəkətə keçməli olacaqsınız. Köməkçilər daha gec gələcək. Axşam yaxınlaşdıkca daha çox insan planlarınızı həyata keçirməyə, kömək etməyə hazır olacaq. İntuisiyanız etibar edə biləcəyiniz insanları seçməyə kömək edəcək. Onun işarələrinə qulaq asın. Evdə bəzi xoş hadisələr və ailə üzvləri ilə bağlı xoş xəbərlər ola bilər. Terezi bürcünün valideynləri uşaqlarına daha çox diqqət yetirməlidirlər. Onların emosional dəstəyə və ya yaxşı məsləhata ehtiyacı ola bilər. Birlikdə keçirməyə qərar verən, qısa səyahətə çıxan və ya qeyri-adi bir tarix planlaşdıran sevgililəri gözəl gün gözləyir. Əqrəb bürcü, çoxdan arzuladığınız şeyə nail olmaq şansınız olacaq. Bu asan deyil. Lakin bu yolda keçilməz maneələr olmayacaq və hər zaman yanınızda çətinlikləri dəf etməyə, kömək etməyə hazır olan insanlar olacaq. Həmfikir insanları toplamaq və onları ruhlandırmaq bacarığı bir çox əqrəblərin həyatını asanlaşdıracaq. Bunun sayəsində onlar ən çətin işlərin öhdəsindən tək başına gəlmək məcburiyyətində qalmayacaqlar. Bugün siz xırda fəndlərə əl ata bilərsiniz. Çətin ki, sizi kəşf edəcəksiniz. Bununla belə, diqqətli olun ki, hərəkətləriniz heç kimə zərər verməsin. Əks halda sonradan problemlərlə üzləşəcəksiniz. Gün şəxsi münasibətlər üçün çox əlverişli olacaq. Romantik görüşlər yaxşı keçəcək. Təəssürat yaratmaq istədiyiniz biri ilə görüşə getsəniz, asanlıqla düzgün təəssürat yarada bilərsiniz. Görməli çox işiniz olacaq. Amma günün sonunda belə enerji ilə dolu olacaqsınız. Beləliklə, ailə şənlikləri və ya dostlarla görüşlər kimi axşam tədbirləri heç də yorucu görülməyəcək. Aksatan bürcü, bugün qeyri-ciddi əhvalınız uğursuz səhvlərə və ya planlaşdırılmamış xərclərə səbəb ola bilər. Bununla belə, heç birinin ciddi nəticələri olmayacaq. Səhvlərinizi tez bir zamanda düzəldəcəksiniz və tezliklə büdcənizi artırmağın bir yolunu tapacaqsınız. Maraqlı təkliflər və yaxşı məsləhətlər mümkündür. Məsələn, bəzi oxsatanlar çoxdankı hobbini kiçik, lakin sabit əlavə gəlir mənbəyinə çevirmək üçün məsləhətlər alacaqlar. Yaxınlarınızla daha çox vaxt keçirin
Onlarla ünsiyyət çoxlu müsbət emosiyalar gətirəcək və ruhdan düşənləri ruhlandıracaq. Ola bilsin ki, son vaxtlar darıxdığınız dostlarınız və ya tanışlarınız gözlənilmədən sıradan çıxsın. Bəzi köhnə iş əlaqələrini bərpa etmək və sizə peşəkar fayda gətirə biləcək şəxslərlə qeyri-rəsmi əlaqə yaratmaq şansınız olacaq. Günün əvvəlində çox enerji olsa da, axşam yaxınlaşdıqca onun ehtiyatları tükənə bilər və bəzi ot satanların istirahətə ehtiyacı olacaq. Oğlaq bürcü, hər hansı maliyyə məsələlərini həll etmək üçün əla gündür. Söhbət pula gəldikdə səhv etməyəcəksiniz və ya çox risk etməyəcəksiniz. Lakin yaxşı fürsətləri də əldən verməyəcəksiniz. Bazar günü xüsusilə sərdi sahibkarlar və ya xidmət sahəsində çalışan oğlaqlar üçün əlverişli olacaq. Alış-veriş üçün də yaxşı gündür, xüsusən də bunu əvvəlcədən planlaşdırmısınızsa. Səyahət istər uzun müddətdir planlaşdırırsınız. İstərsə də son anda getmək qərarına gəlsəniz, uğurlu olacaq. Evdən uzaqda olarkən çox güman ki, xoş tanışlıqlar qazanacaqsınız və əvvəllər işlədiyiniz və ya hətta dost olduğunuz insanlarla tanış olacaqsınız. Köhnə bağlantılarla yenidən əlaqə qurmaq çətin olmayacaq. Əgər təşəbbüs göstərsəniz, mütləq dəstək alacaqsınız. Xüsusilə çətin bir şeyin öhdəsindən gəlməyi planlaşdırırsınızsa, onları erkən həll edin. Günortadan sonra enerjiniz nəzərə çarpacaq dərəcədə azalacaq. Xroniki xəstəliklər yenidən ortaya çıxa bilər. Buna görə də həddindən artıq yükdən qaçınmaq və profilaktik tədbirlər görmək yaxşıdır. Dolça bürcü, əgər ağlınızda vacib bir şey varsa və ya sadəcə istədiyiniz nəticəni tez əldə etmək istəyirsinizsə, özünüz hərəkətə keçin. Kiminsə kömək və dəstək təklif etməsini gözləməyin. Bugün hər kəsin dərhal qiymətləndirməyəcəyi cəsarətli planları həyata keçirmək üçün mükəmməldir. Yaradıcı dolçalar ilham alacaqlar. Ola bilsin ki, bu ilham onları yeni hədəflər tapmağa vadar etsin. Pulla ehtiyatlı olun. Hər maneə qərarı uğurlu olmayacaq. İşlərə tələsmək itkilərə səbəb ola bilər. Ona görə də hər şeyi düşünmək üçün özünüzə çox vaxt verin. Yaxınlarınızla kiçik fikir ayrılıqları ola bilər. Səbəblər əhəmiyyətsiz ola bilər, lakin razılığa gəlmək hələ də kifayət qədər çətin olacaq. Bütün təkliflərinizin müsbət qarşılanacağını gözləməyin. Gözlənilməz hadisələr həm sizin, həm də başqalarının planlarını poza bilər. Səhər səyahət üçün əlverişlidir. Lakin günortadan sonra mümkünsə, həddindən artıq stressdən qaçaraq evə daha yaxın vaxt keçirmək lazımdır. Bu vaxt dincəlmək üçün ən yaxşısıdır. Balıqlar bürcü, bu vacib məsələlər üçün ən yaxşı gün deyil. Vacib bir şeyi əldən vermə riskiniz varsa, diqqəti cəmləmək çətin ola bilər. Bununla belə istirahət üçün mükəmməldir. Dostlarla görüş sevincli olacaq və qısa bir romantik qaçış çoxlu xoş təcrübələr bəxş edəcək. Bəzi balıqlar uzun müddət yadda qalacaq sürprizlər alacaqlar. Səhər ünsiyyətdə çətinliklər mümkündür. Lakin müsbət tendensiyaların təsiri sürətlə artacaq və başqaları ilə anlaşma asanlaşacaq. Günorta bəzi vacib məlumatlar əldə etmək və təcrübəsi faydalı olacaq insanlarla söhbət etmək şansı verir. Axşam saatlarında hətta ilk dəfə rastlaşdığınız insanları da anlaya biləcəksiniz. Maliyyə itkiləri və uğursuz alışlar mümkündür. Bəzi balıqlar sonradan peşman olacaqları sövdələşmələr edəcəklər. Başqası üçün əşyalar, məsələn, yaxınlarınız üçün hədiyyələr almağa tələsməməyiniz yaxşıdır. İdmanla və ya fiziki əməklə fəal məşğul olan balıqlar son dərəcə diqqətli olmalıdırlar. Kiçik, lakin yenə də çox xoşa gəlməz yaralanma riski var.